Siz indi baxın görün. Allah'ın kəlamı doğrudur, yoxsa şiyələrin içərisindəki olan o hədislər doğrudur? Hansı üstündür? Allah'ın kəlamı yoxsa şiyələrdə bu hədis? Mən deyirəm ki, Allah'ın kəlamı. Mən deyirəm ki, Allah'ın kəlamı şiyələrin içərisində gəzən, fikirlərində gəzən sözdən üstündür. Məgər Allah'tan doğru danışan birisini tanıyırsınızmı? Mənim dəlilim budur. Baxın. Esselamu Aleyküm. Bugünkü mövzumuz Ali İmran suresinin 42-ci ayətin üzərində qalmaq istəyirik. Bu ayətə müxalifət edən bir qrup var. Bu qrup da bəllidir, məşhurdur. Şiə qidəsi deyir ki, qadınların ən üstünü Allah Rəsulunun qızıdır. Amma yəni Əli radiyallahu anhunun həyat yoldaşı. Baxın, mən sizə bir söz deyim. Bu sözü mən deməmişdən qabaq iman etdiyiniz bir kitabdan dəlil istəyirəm sizə təqdim edeyim. Əgər həqiqətən də Allahın kitabına iman gətirmisinizsə, bu sizin üçün möhkəm olan bir dəlil olacaq. Allah Subhanahu Taala görün nə deyir? Məryəm anamız haqqında görün nə deyir? Aləmlərin ən üstün qadını kimdir? Məryəm anamızdır. Gəlin belə bir aydınlıq verək də. Kimsə deyə bilər ki, necə ki deyirlər, bu Məryəm anamız öz dönəminin, diqqətli olun, öz dönəminin qadınlarının ən üstünü olaraq deyilir. Yəni bəzi şiyələr bunu belə başa düşüblər. Amma əslində isə bu məsələ çox və aydın olaraq açıqdır. Sizə bir sual verəcəm. Burada aləm gedir, yoxsa aləmlər gedir? Gəlin belə bir şey eləyək. Birinci biz bilirik ki, aləmlərdən söhbət gedir. Aləmlərdən söhbət gedir və Allah Rəsulunun qızı ruh aləmində idi, yoxsa yox? Əlbəttə ki, Allah Rəsulu yox idi, anası, atası yox idi, nəsli kökü belə deyək də yox idi. Amma onların ruhları ruhlar aləmində nə idi? Var idi. Ruhlar aləmində var idi. Deməli, Allah deyəndə ki, aləmlərin ən üstün olaraq qadını Məryəm anamızdır. Deməli, burada söhbət nədən söhbət gedir? Hər bir aləm var. Görün, nə qədər aləmlər var. Ruhlar aləmi, 1. Bərzaq aləmi, 2. Yəni, insan dünyaya gəlir və dünyasını dəyişir, ruhu qalır bərzaq aləmində. Dəniz aləmi, göy aləmi, ana bətni aləmi, bizim dünya aləmi, heyvanlar aləmi və s. və s. və s. Aləmlər çoxdur. Bizə sayısı məlum olan və sayısı məlum olmayan neçə aləmlər var ki, biz ancaq adını eşitmişik, amma özünü görməmişik. Amma belə iman gətirmişik. Yəni bu sözlə nə demək istəyirəm mən? Yəni Allah Subhanahu Taala deyəndə ki, aləmlərin ən üstün olaraq qadını Məryəm anamızdır. Bu sözü deyəndə bütün qadınlardan ən üstünüdür. Dəlilimiz nədir? Dəlil də açıq aydındır. Məryəm anamız dünyada olarkən Allah Rəsulunun qızı hardaydı? Ruhlar aləmində. Allah Subhanahu Taala deyəndə ki, aləmlərdən ən üstün Məryəmdir. Allah ümumi olaraq bərzaq aləmini demək istəyir. 1. Məryəm anamıza kimi gələn qadınları deyir. Məryəm anamızdan sonra olan qadınları da deyir. Çünki ruhlar aləmi də var. Ruhlar aləmində də Allah Rəsulunun qızı orada da var. Allah Subhanahu Taala deyəndə ki, aləmlərin ən üstün qadını Məryəmdir. Bunu belə qəbul etmək lazımdır. Əstəğfurullah, Məryəm də bizim anamızdır. Subhanallah, Məryəm düşmən deyil ki. Ayətlə bu sabitdir. İndi bu günləri şiyələr əlindəki olub bitən bu hədisləri bu ayətlə
bırın-bırına qoysa hansını qəbul edəcəksiniz? Təhrif olunmuş hədisi yoxsa möhkəmliyini düz qiyamətə kimi saxlayan Allahın ayətini? Mənə elə gəlir ki, əlinizdəki olub bitən o hədisləri inkar etmək məcburiyyətindəsiniz. Çünki Allahın kitabı təhrifə məruz qalmamışdı, təhrif olunmamışdı. Amma əlinizdəki olub bitən bu zəminində və başqa zəminində olan hədislər ayətlə üz-üzə gəldikdə o hədisləri siz inkar etmək zorundasınız. Siz bilin ki, həmənki hədisə iman gətirsəniz, diqqətli olun, həmənki hədisə iman gətirsəniz ki, aləmlərin ən üstünü olan Allah Rəsulunun qızıdır, bilin ki, bu ayəti inkar etmiş olursunuz. Hədisi iptal etmək olur, hədisi inkar etmək olur. Necə ki, bəzi hədislərinizi belə inkar edirsiniz. Amma ayəti inkar eləmək olmur. Allahu Ekber. Ayəti inkar eləmək olmur. Mənə elə gəlir ki, bu ayələri oxuyandan sonra inanıram ki, iman etdiyiniz kitaba təzədən iman edəcəksiniz. Allahın sözünü təsdiq edəcəksiniz. Esselamu aleykum. Sizin hədis kitablarınızda var ki, bir hədis Allahın kəlamı ilə üst-üstə gəlmirsə, o hədisi rədd edin. Ayəti isə həyatınıza qatın. İndi sizə görə sizin hədislərinizdə aləmlərin ən üstün qadını Fatimə idi. Amma Allah Quran-ı Kərimdə Məryəm surəsini deyir. Bu hədisləri qəbul edərək Allahın ayətini inkar mı edəcəksiniz? Görürsünüzmü? Sizin əqidə Quranı inkar eləyəcək o qədər hədislər gətirir ki, əgər siz həqiqətən də Allahın kitabına iman gətirmişsinizsə, bu Quran-ı Kərim bunu rədd edəcək. Yox, yenə də öz əqidəvizdə qalıb, yenə də bu sözü desəz ki, xeyr, aləmlərin ən üstünü Fatimədir, bilin ki, Əl-İmran surəsini inkar etmişdiniz. Bilin ki, Quran-ı Kərimi inkar etmişdiniz. Nə qədər namaz qılsaz da, həccə getsəz də, oruç tutsaz da və müəyyən ibadətlər etsəz də, Quran-ı Kərimi inkar etməklə kafir olursunuz. Siz şiəlikdə qalaraq, mən həmişə demişəm, yenə də deyirəm, siz şiəlikdə qalaraq Allahın ayələrini inkar edəcək bir təriqətdəsiz, bir firqədəsiz. Mən ona görə həmişə biz demişik ki, şiəlik Allahın kəlamını, İslam dinini inkar edəcək bir nədir? Xəttir. Subutlarımdan da biri budur. İndi gəl, mənə hirslənmə, mənə qəzəblənmə, məni söyüb təhqir etmə. Mən Allahın kəlamını deyirəm. Allahın kəlamını deyən təhqir olunacaq. Təhqir olunacaq. Elə isə sən indəndən bil ki, mən sənə özümü tanıtdım. Sən indiyənə kimi elə bilirdin ki, sən müsəlmansan. Bugündən bil ki, tövbə etməyincə, bu fikirlərdən uzaq durmayınca sən yenə də kafirsən. Sənə elə gəlirsən müsəlmansan. Mənim Quran-ı Kərimdə ayələrim var ki, Allahın ayələrini inkar edənlər kafirlərdir. Sizin əlimizdəki olan o hədislər, şiə kitablarındakı olan o hədislər ayələri rədd edir. Siz Allahın ayələrini rədd edəcək bir dindəsiniz. İslamı qəbul edin və indən belə bu filmdən sonra tövbə edin, Allahın kitabına iman gətirin. Bu sizi çox istədiyimdən dolayıdır. Mənim işim bu günləri Allahın dininə dəvət etməkdir. Mən necə xilas oldumsa, insanlar necə xilas oldusa, biz də bu günləri sizi Allahın kitabı ilə xilas etməliyik. Baxın bu filmə, sizin öz hədis kitablarınızda var ki, İmamlar deyir ki, bizim sözümüz Allahın kəlamı ilə ziddirsə, o hədisləri inkar edin. Biz sizi öz əqidəmizə çağırırıq.
Sən Allah, sabah qiyamət günü İmam Sadiq səndən soruşanda ki, sən dərsə niyə əsasən dedin ki, İmam Sadiq belə deyib? Deyəcəksən ki, ey Peyğəmbər oğlu, axı bu Əl-Kafi kitabında yazılmışdı. O da deyər ki, gör bizə nə qədər yalanlar nisbət verilib. Hələ bizim sağlığımızda bizə yalan nisbət verilirdi, o ki, qalsın bizdən sonraya. Belə dediyimizi sübut edə bilərsənmi? Sən Allah nə cavab verəcəksən? Qəti dəlilin varmı? Xüsusilə də o məsələlər ki, nə ilə müxalifdir? Hə? Quranla. Deyəcək, məyər sizə demədik ki, bizim tərəfimizdən sizə nəql olunan hər bir şeyi nə ilə tutuşturun? Quranla. Deməmişikmi? Onda nə üçün Rəbbimizin kitabı ilə tutuşturmamısınız? Sən Allah, indi ki sən minbərə çıxırsan, xüsusilə də minbər əhli və cəmaata da rəvayət oxumağa başlayırsan. Sən Allah, əvvəlcə onları Quranla tutuşturub, sonra cəmaata danışırlar. Bunun üçün Quranı təfsir etməyi bilməlidirlər. Quranla əlaqədar əhatəli bilikləri olmalıdır. Özdə buna rəvayət mütəxəssisi olmadan öncə yiyələnmək lazımdır. Tutuşturun, diqqət edin. Bizim tərəfimizdən sizə nəql edilən hər bir şeyi Quranla tutuşturun. Rəbbimizin kitabı ilə. Quranla tutuşturma. Deyəcək, məyər sizə demədik ki, bizim tərəfimizdən sizə nəql olunan hər bir şeyi nə ilə tutuşturun? Quranla. Deməmişikmi? Onda nə üçün Rəbbimizin kitabı ilə tutuşturmamısınız? Sən